büyük arzum nədir? Mənim şagird olaraq sizlərə ən büyük arzum odur ki, siz elmin ən gözəl zirvələrinə yüksələcək qədər savadlı uşaqlar olasınız. Siz elə məktəbin istər 9-cu, istər 11-ci sinfi bitirəndə elə bitirəsiniz ki, biz sizlərlə fəxr eləyək ki, bu uşaqları biz yetişdirmişik. Ən böyük arzum odur. Və həyatda ən gözəl nemət can sağlığıdır. Mən sizlərin hər birinə möhkəm can sağlığı, ailənizdə xoşbəxtlik, səadət, xoş günlər arzu edirəm. Kiçik çilə nə var? 20 onun ömrü nə qədər olur? Kiçik çilə ömrü 21 gün. Ömrü 21 gün. Fevral ayının birindən 21-nə qədər. Salam əleyküm, salam sizlərə. Zəhmət olmasa buradakı mövzuda salacağım. Keçəl və Kösa nəyin təmsilçiləridir? Keçəl və Kösa, bir də səməni, yəni burada səməni yoxdur, Keçəl və Kösa var burada. Bu Novruz bayramının atributlarıdır demək olar ki, yəni bunu belə cavablandıraram. Mən həmişə Novruz bayramında ta qədimdən bu günə qədər Keçəl və Kösa həmişə olubdur. Bu günə qədər də bu davam edir. Yəni adət-ənənələrimizin biridir bu qədim adət-ənənələrdə. Keçəl və Kösa atributlarıdır. Novruz bayramının atributlarıdır bunlar. Bu mütləq olmalıdır. Yəni belə qısa belə. Salam əleyküm, salam sizlərə. Zəhmət olmasa buradakı salacağım. Novruz bayramının azad etlərini var. Atlatmaq, ondan atlamaq, yumurta boyamaq, qapı tutmaq, qızların fala vaxtları yəni. Sonra biz səməni, bahar nəmsidir, yəni simvoludur, səməni çəkmək. Kösa ilə keçən nəyin təmsilçisidir? Kösa ilə keçən Novruz bayramımızın, milli adət-ənənəmizin, yəni simvol olaraq Novruz bayramımızın Kösa ilə keçən təmsil edir. Bir də Bahar qızımız var. Yazın gəlişini istəyir. Novruz bayramının rəngi nədir? Səməni. Novruzda bizə nə arzulayacaq? Əsas can sağlığı arzulayırıq. Uzun ömrünüz olsun, bir də ağlınız olsun, yaxşı olur. Novruz bayramının rəmzi nədir? Səməni, paxlava, qoğal, şəkərqırar, Tonqaldan atlanarkən hansı sözlər deyirik? Hansı sözlər deyirik uşaqlar? Allah'ın qulluğu tanrılar. Bayramınız mübarək.